Gürcüstanda soydaşlarımız arasında təhsilləşmə prosesi geniş vüsət almağa başlayıb. Çox adam uşağını məktəbə göndərə bilmir. Bir tərəfdən məktəb yoxdur, o bir tərəfdən isə olanlar da olmazlığa doğru gedir. Televizora da baxanda belə uşaqlar rəqsat eləyir, amma mən Nağarıbda, kətdə yoxdur, məktəb zad yoxdur, gedə bilmirik Nağarımla. Gördüğünüz bu qızcığazın 9 yaşı var, amma hələ ki adını yaza bilmir. Ona görə yox ki, şuursuz yaxud əqli qüsuru olan adamdır. Səbinə və onun həmyaşıdlarını təhsildən şikəst qoyan yaşadığı mühit və bu mühitə göz yumanlardır. Neçə yaşamır? 9 yaşımı hələ məktəbə getmiş. Yazmaq bilmir, məktəb yox, bir şey yox. Gücünün təsiri altında qalmışıq, hamısında başımızdan basıb. Söhbət Borçalı mahalının Salam Məlik kəndindən gedir. Sözü gedən kənddə nə vaxtsa məktəb olub, hazırda isə həmin təhsil ocağından yalnız quru divarlar və bir də boş xatirələr qalıb. Məktəb o gündadır ki, məktəb olmadı, müəllim olmadı, oxudan olmadı, yəsiz qaldı. Dağıtdılar verən ilə. Kənddə orta təhsil alanlardan yalnız bir neçə nəfəri saymaq olar ki, onlar da elə sayılıb seçilənlərin övladlarıdır. Yerdə qalanlar üçünsə məktəb atlı olub, uşaqlar piyada. Atla aparır, qor gəlirdim. Məktəblə çıxana yanında dururdum. Bürüşə şeyə bürünürdüm, bulaşıq, o daşın, bu daşın dibində ki, uşağım yoxdur. Axır ələsiz qaldım, çıxartdım. Kimin uşaqları var, imkanı yollayırlar oxumağa, kimin də yoxdur, qalıb kənddə hecasına yazmaq, oxumaq da bilmirlər. Salam Məlikin dərdi bir məktəb olsaydı, yenə də bir təhər ötüşərdi. Problemlər bu qədim Azərbaycan kəndini aparan yollardan başlanır. Nə yolumuz var? Bax, o gün təntimişdim, ay söylə, az qaldım öləm atamın, anamın doğru var. Sonra kefi gələndə əlir, hesabdalı cibinə qoyur, aparır, keçir. Kəndlər bütün işləri 10 kilometrədək məsafə qət etməklə Marneolidə görmək məcburiyyətindədir ki, avtobus tapmaq isə müşkül məsələdir. Gedərəm yola çıxayım ki, oraya minəyim, gedeyim vaxtında. Buradan azad elədi, elə buraya etdim. Yallah elə bildim, maşın gəlir, bax, vallahi sənin də başı bizim canın üçün. Gördüm, elə bildim ki, başı gəlir. Buna mən söyündüm, baxdım, çox işıq gəldi. Bir də baxdım ki, geri qaçan nə qaçan? Sənə var. Ha, baxam ki, canavaz mənim Allahım. Bir də bir avtobus arayın, Allaha Tanrıya baxın, Allah dursun. Bu haqda biz getdik, bu kilo var, avtobus arayın. Yazıq insanların dərdinə çarə tapacaq insanlarla görüşmək də elə kəndin itirilmiş ən adi ehtiyac və dəyərləri qədər çətin oldu. Biz də sizi hər iki mənada gözə görünməzlərə tapşırırıq. Jale Əsgərov, Çingiz Yaqubov, Maksim Talıbov, Son Xəbər, Borçalı.